Götürürük bu maketi və izah edirik. Bu bizim dizimizdir. Bu bizim dizimizdir və burada da gördüyümüz kimi bir diz qapağımız var. Aha. Və bu diz qapağı bu şəkildə bir çuxurda bu şəkildə hərəkət edir, sürüşür. Yandan baxdığımızda isə dizimizi büküb açdığımızda görürsüz diz qapağı həmən çuxurda hərəkət edir, sürtünmə olur. Əsas sürtünmə burada baş verir. Yəni bu xışıltı səsi biz dümdüz yeridiyimizdə olmayacaq, amma dizimizi büküb açdığımızda, bu şəkildə büküb açıldığında bu sürtünməyə bağlı olaraq xışıltı səsi olur. Bu səs nə ifadə edir? Bu səs onu ifadə edir ki, bu şəkildə açdım, diz qapağını göstərirəm. Bu hissə normalda, bu səth normalda hamar olmalıdır. Amma burada bir kələ-kötürlük varsa, nahamarlıq varsa və bu şəkildə sürtündüyü zaman nə olacaq? Səslər meydana gələcək və ağrı meydana gələcək. Bəsit olaraq insanlar özündə necə yoxlaya bilər ki, bir dizdə bir səs, krepitasyondur da, tibb adı kreptasyon səsidir. Yoxlayaq. Bir problem varmı, yoxmu, necə bilə bilərlər? Ovcumuzun içini qoyuruq diz qapağımızın üzərinə, tamam mı? Və dizimizi açırıq, bükürük. Açırıq, bükürük. Amma mən hal-hazırda hiss edirəm yenə o səsi. Tık-tık səsi varsa o qorxulu bir səs Tık-tık deyil. Deyil. Amma yox, xışıltı səsidirsə, böyük bir xıçıltırdır. Deyilsə, o zaman qorxulu deyil. Amma yox, krepitasyon varsa, bu onu göstərir ki, orada çox ciddi bir qığırdaq aşınması var və bu gələcəkdə diz endoprotezi əməliyyatına bir aday olduğunu göstərir.